Həm Azərbaycan, həm də bütövlükdə regionla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yolu erməni saxtakarlıqlarının və uydurmalarının ifşasından keçir. Bu fikirlər, qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa eləyir və ya qədim Turon haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri mövzusunda Bakıda keçirilən konfransda səsləndirilib. Azərbaycan artıq öz tarixinə də sahib çıxır, öz tarixini yenidən öyrənir, yenidən yazır və bu tarixdə erməni yalanlarına, erməni saxtakarlıqlarına yer yoxdur. Qarabağ və Zəngəzur, Qarabağ, Qafqaz Albaniyası və Məliklər, Xəzərlər, Altay nəzəriyyəsi kimi nəinki Azərbaycan elmini, hazırda dünya elmini məşğul edən ciddi məsələlər Kamran müəllimi rəhbərliyi kollektivin keçdiyi konferanslarda Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə bu istiqamətə bir aydınlıq gətirmiş və real həqiqətin əks etdirən bir konsepsiyanı meydana qoymuşdur.